Hələ işdə olanda. Deyirdi atası ki, Aydıda, mama ilə henə danışmadı. Deyirdi, Aydıda, mamamla danışmayanda elə bilim həyatım mənim üçün deyir. Mən onun səsini eşitməyəndə deyir, darıqır. Həmişə deyirdi, ata mənim maşını al. Mən maşın istəyirəm ki, evə yeməyindən qaydım gəlmişə. Siz mən içərdə nəfəs ala bilmirəm. Nə bilim. Həqiqətən çox çətin. O kadar bağlanmıştı ki o mən. Bilmirəm onu. Şimdi 5 günü geldi eve. Şimdi ayın 25'i sentyabrın. Ve bunu komandirler gönderdi ki uşaklar gidin validenin elinizle sağollaşın gelin. Havalı kalın. Eve geldi. Geldi girdi eve. Bir səhər zəng elədi. Mama ne lazım eve geldim. Dedim xəyal heç nanan qurma. Akşam danışmışıq. Və sən niyə demədin ki gəlirəm? Dedi, bir saatlik səni görməyə gəlirəm. Qardaşımı görməyə gəlirəm. Bu balacaya da o kadar bağlıydı ki o. Şu ümumiyyətlə evdə tam ayrı xasiyyətdə uşaq idi. Eve gələrdi, axşamız xeyir, səhər olardı, sabah xeyir, günorta olurdu, vaxtız xeyir. Hər dəfə də bizim üstümüzdən bizi görməmiş, bizi uşaq kimi öpməmiş, oxşatmamış, eləməmiş. Evdən bu eve keçmirdi. Dedim ki, siz orada rahat olsa, burada nakarsız gayrimin telefonunuz, internetiniz, kompüteriniz, hər bir şeyiniz. Gəlirdi, oraya girirdi, birinci məni görürdü, sonra ötürdü boyuna. Atasına yenə elə. Askerliğe de sorun oldu. Ayın, bunlara tüfüklər keçirdi, təlim. Ayın 22 günü təlimləri təmiz tutardı, 22 günündə gəldi. Dedi ki, mama gəlin, mən paltarını yuyub qurda bilərsənmi? Dedim, hə. Gəldi, bütün paltarını yudum. Yəni, amma da girdi, çıxdı. Bir dənə maykasını saxladı amma orada. Vermədi. Sonra vermədi. Ay, mama, maykanı yadım, onu çıxdı. Dayan, bağışlayın, üzr istəyirəm olsun. Dedim ki, ana, gəl yuyum. Dedi ki, yuyma, bir dənə pingivin ver. Mən də bunu paltarını qardaşına dedi, qaqa, bir evə gitdən, qaqaya pingivin getdi. Gəldi evdən uşaq pingivin çıxarıq sapardı qardaş. Maykanı qattaladı, qoydu pingivinin çıxarasına. Baxın, mayka, mənim bir dənə balamın ətini gələndir. Açıram ətini bunu gələn ki, bunu inəyirəm. Qaytarım qoydu. Bunu inəyirəm dedim, paketləyirəm ki, iyi qaçmasın. Pingivinə qoydu, verdi, dedim, dedi, qoyuyum, pingivinə qoyum, apar, orada quzdarsan da işte. Dedi, çay mama, yox, ala bunu saxla, lazımın olur. Lazımın olur. Dedim, başqarım olma, yüzü olmama lazımın olur. Həmən gündə bu şöyle Mehmet'e onun şehidin mahnısını koydu, kod verirdi. Mən ön gün fıraqladırdı. Qonşun gəldi ki, yazıqdır, mamayı bir yerə ağladırsa. Yenə qaydı ki, onsuz da şehid olsun da, qoyur gəlsin. Qoyur gəlsin, onsuz da şehid olsun. Bu şehid olsun sözünü əskeri gedəndən deyirdi. Ne elədim o şehid olsun sözünü beynindən silənmədim. Askeriye gitmemişten dedi ki yuhu görmüş. Ben şehit oldum, atam beni koymaz. Askeriye gitmeye dedim, ata git ki her şey yuhu için olmuş. Gitti askeriye. Onunla böyle aldım. Hadi gitti sonra gittim ki bir kaçmasın askeriye inecektim. Dedi ki şehit oldum, kaçıp geldim o şehit. Olmuyor. Buralarda Füzuli değdi. Kaçıp geldim. Ondan adım her yeri gelsin ki hiçbir kaçmasın. Kurtardı geldi. Dedim gördün bak kurtardın geldi. Dedim olsun uzağı 20-21 yaş. Ben şehit oldum. Yani de
Dedim sen sözü beyninden silmeyeceksin. Dedi yok ben şehit olacağım. O şöyle dedim anısını koydu ben ağladım. O koydu ben ağladım. O paltarım var ya. Kayıta o mahnını koymadı var. Dedim ama seni hazırlıyorum da. Gayet eşene dedi ki balasa kardeşine. Kaka ama hazırlıyorum bazı yere. Ben şehit olsam ağlayacaktı görüm. Kendi dedim Şahika sen bilirsen ki sen ben nefesimsen. Senden ben nefes alırım. Evlatların hamısı atağına üçün dedi. Sadece olarak bu tam başka atağına canlı. Çok beyim. Yani biz o kadar bağlıyla beyler. Dedim ki İnvat kardeşimle, balaca kardeşimle arkası sensen. Sen ona güneşe koyduk ki büyün biz olmayanda, at olmayanda, ben olmayanda. Onlar atalıqıyla, onlar arxa ol. Ayın 25'i günü geldi, girdi eve. Geldim ama özümdə ustam var, olsun bildirirdi. Ama ben 7 ancaq panda yumurtaydı, küküydü. Bir elimi evde baldım, ben kükü pişir. Dedim yaxşı. Onu pişirdim, bir lokma yalandan yedim ve yaxşı yedim. Qayıdıb dedi, uşaqlar zəng edib ki, çıxırıq, gəlirsən. Dedi, hə, yarım saatı gəldim. Qayıdıb gedəndə çağırdı məni, mama bura keçdi. Məni öpdü, qucaqladı. Buramdan o qədər iynədi, o qədər iynədi ki. Öpür iynədi, düşdü, getdi yola. Qapının ağzına bir də qayıtdı, gəldi, məni evə çağırdı. Mama, bura gəldi. Bir de ben böyle bağrına bastı, öptü, iğnedi. Düştü gitti. Balaca kardeşim öptü, iğne düştü gitti yola. Yolda dayandı, ağlayar, komşumuzun gelin görək. Yolda gel niye ağlayırsan? Direşine. Dirəkin evdeydik, hırpaz o. Yok, damaklar yok. İşte ben sözüm dolmuşum. Geldi bir de çizdim eyneye çağırdı. Mama sen buraya gel. Geldim bilmem ki atan ol ne istiyorsan ne verme. Ne koyma verirsen iş. Dedi işte bir tane sen istiyorsun. Deyip beni yine bile bağrına bastı öptü iğnedi. Dedi elə bir uzak bir sefere gelip kardeşim Mısır'dadır. Dedi elə bir dayın yanına getirəm. Ne ağırlık verersen ama atıp demedi ki bizim müharibeye hazırlıyor. Dedim atam sen bilsen ki ben sen hemşire olmuş. Veremde. Sen çünkü beni bir damcı incitsen de o incikliği tez aradan kaldırabilirsen. Özü tez bağışlatabilirsen. Yani incimeye imkan verirsen. Öyle bir yer payıymış gene bize bağlıymış. Bir payıydı gene birine bağlıydı. O sensiz dayanabilirim diye. İçeri kalmıştı. Derdi sizi koyup içeride rahat oldu. Her gün de danışırdı, her gün. 27'si günü zengin, 26 günü zenginledi. Mama, biz gedirik, salamat qalın. Məddinə halallık verir. Dedim, dedi, hara gelirsiniz? Dedi, ayın 27'si geceden toy bayram başlayacak, biz gedirik. Dedim, ana kurban, halal, her bir şeyim halal, hoşun olsun. Dedi, çok eziyetimi çekmişsen, əsgərlikdə olub, arkamdan her yere gitmişsen, çok gezmişsen. Halallık vermə, dedim, halal, hoşun olsun. 27 gün gece saat 1'de de başlıyor. 26 gün bir de uşaqlar bir de peşanlıqdan o deyir, paçok get, bu deyir, nə bilim, tendi get, bu deyir, nəyi getir. Başına yığışlanıb çıxarlar. Dedim, onda çatanda danışım, sen bir gəlmə, Mərdinəyin görüm haradacan. Dedim, kənd ailəsində danışacağım. Öz telefonunuza yırtqası olan özünkini olmayanda kiminsə telefonuyla da varsa zəng eləyirdi hər gün ki, narahat olmayın, yaxşı.
narahat olmayın, yaxşı. Dedim, ay xeyr, yemək zadı, sən hər şeyi yiyən uşaq deyilsən. Dedi, ama bir qarnı haş, bir qarnı tox. Sən bilmirsən, mən hər şeydən hiç gəlirəm. Hər gün danışırdı. 27'si, 28'i danıştı, 29'u danıştı. Her gün danışırdı. Günde 3 dəfə, 4 dəfə imkan olan kimi bir kəlmə deyirdi ki, narahat olmayın, hələ ki sağım yaxşıyam. Hələ ki sağım yaxşıyam. Gece gündüz atasıyla da yatmadık, neyləm deyirəm. Bütün günü televizyona baxırdıq, xəbərlər idi. Ayın 4'ü günü axırıncı dəfə danışanda dedim, mən atama dilim gəlib deyə bilmirəm. Atası köhlü. Atama deyə bilmirəm. Atamla mən halallığa. Dedim, ölərəm, atam da səhəmişə halalıq verir. Yataşım yox idi. Evə gələndə dedim, hayırlar. Bir kimə zəngilə xəyal edəcək xəyal. Hakkım, her şeyim halal xoşum olsun. Üzərində nə qədər hakkım varsa halal olsun. Ne dedi ki, başınız xarab oldu yana bala sizi. Ne oldu Allah kocam, hem balam sağ salamat ki eleman günde qayıdıb gəldi. Ayın 5'i günü kredi keçirməsi getdim beynəlxalq boyunca kredi keçirməyə yoldaşım. Gedəndə bundan zəh gəldi. Bir kəlmə onda danışdıq. Baban ağarsan, ötərsən, artan ağarsın. Ben salamat tamam, hemen narahat olmuyorum. Yoldaşım bir dedi, haradasın? Dedim, təkrar tərəfim oluşanda, yani salamat. Ondan bir on dedi ki, yanın yoldaşlarına, başı zəyin, yağış yağır. Başlarını əyindim, eyləm ona, sağ ol, sonra danışarıq. Bir telefonu bağladım. 6 gün şehit olduktan sonra reyt attım.